Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugün 11-ci siniflər üçün keçirilmiş sonuncu OTK suallarına baxacağıq. 56-cı sual cümləsidir və biraz da tərcümə xarakterli sual cümləsidir. Did they leave the city? Nə zaman onlar şəhəri tərk etdi? What time verə bilərik, when verə bilərik və boşluq verə bilərik. Onlar şəhəri tərk etdilər. Cavabımız 1, 3, 5 E variantı. 2 yanlışdır. Kim onlar şəhəri tərk etdi və nə onlar şəhəri tərk etdi? Bunlar mənə baxımdan uyğun gəlmir. 57-ci suala baxırıq. Make-up sentence-dir. 5 ilə başlayacaq cümləmiz. Bilirik ki, zero ilə başlayan cümlələr adətən sözlər birinci gəlir. There was a lot of traffic. 5, 2 cavabımız B variantı. Ardına baxmağa ehtiyac yoxdur. Çoxlu tıxac var idi, amma biz aeroporta vaxtında çatdıq. 58-ci suala baxırıq. Worry about-la işlənir. Take care isə of-la işlənir. Cavabımız B variantı. 59-cu sualda bağlayıcı mövzusudur. Mən işi əldə edə bilmədim, baxmayaraq ki, yəni ziddiyyət tələb edir. Ona görə cavabımız C variantı. B və E variantları sinonimdir. Bunları ilk öncə çıxmalıyıq. Amma tərcümə baxımından digər variantların arasında qaldıqda cavabımız C variantıdır. 60-cı suala baxdıqda adətən station Z ilə işlənir. İkinci tərəfdə isə isimimiz varsa, sayılan tək isimimiz varsa mütləq qarşısında artikl olmalıdır. Cavabımız A variantı. 61-ci suala baxırıq. Təsdiq cümləsidir. So, dua, inazə, dua tipli cümlələrdir. Təsdiq cümləsidirsə inkar variantları çıxmalıyıq və cümlədə baxırıq ki, have və qarşısında bir feil var. Ümumiyyətcə have, has, həddən sonra feil gələrsə onun qayıdışı özü ilə verilməlidir. Amma bunlardan sonra feili yoxdursa və yaxud da to gəlibsə, bunlar zamana uyğun olaraq do, did, does ilə verilməlidir. Və baxırıq ki, have-dən sonra da feil olduğu üçün C variantı da gedir. My cousins cəm olduğu üçün burada has yox, have olmalıydı. Cavab A variantı. 62-ci sualda boşluq cümlə inkar cümləsidir. Sam və törəmələri inkarda işlənməz və boşluqdan sonra görürük ki, sözünü gəlib isim yoxdur və boşluqdan sonra everydən sonra isim gəlməlidir. B və E variantları da çıxır. Cavabımız C variantı. Bilirik ki, törəmələr isimlə işlənmir. Bunun üçün cavab C variantı. 63-cü suala baxırıq. Boşluqdan əvvəl cansız isim varsa, orada which və ya that işlənər və gələn isimimiz də tək olduğu üçün xəbərimiz cəm olmaz. Bunun üçün sports olsa doğru olardı. A variantı getdi. Cavabımız C variantı. Adətən Z only ilə də that işlənir. 64-cü suala baxırıq. Zamanlardır və biraz da tərcümə xarakterlidir. I don't know her nephew olar. I have never seen. Mən onun bacısı oğlum və yaxud da qardaş oğlunu tanımıram. Onu heç vaxt görməmişəm və hər iki tərəf görürük ki, tərcümə baxımından inkarlıq istəyir. Bunun üçün 1-3 A variantı. Digər variantlara baxsaq, deyir mən onun bacısı oğlum və ya qardaş oğlunu görməmişəm, tanımıram, əvvəl onu görmüşəm. Bunun üçün mənə baxımdan uyğun gəlmir. 65-ci sualda məhcul növü soruşur. Hansı cümləni məhcul növə çevirmək olar? Bunun üçün bizə tamamlıq lazımdır. Tamamlıq isə feildən sonra gələn sözdür. Baxırıq ki, feildən sonra söz önü gəlib. Burada tamamlıq yoxdur. 2-də tamamlığımız var. Zeroport. 2-ni götürə bilərik və 3-də də tamamlıq var. 4-də isə feildən sonra zərf gələrsə bu tamamlıq demək deyil. Cavab 2, 3, D variantı. 66-cı sualda promise verilindən sonra məsdər gələr. Cavabımız D variantı. 67-ci sual agreement mövzusudur. Baxırıq ki, mübtədamız tək isimdirsə, xəbərimiz də tək olmalıdır. Burada explains olsa doğru olardı. 1 yanlışdır. 2 söz önündən əvvələ baxırıq. İsim tək, xəbər tək. 2 doğrudur. 3-də of-dan əvvələ baxırıq. ID-yə təkdə xəbərimiz are yox, iz olmalıydı. 3 yanlışdır. 4 doğrudur. Cavab E variantı. 68-ci sual definition mövzusudur. Tərcümə xarakterlidir. Evidence dəlil sübut, generosity ürək açıqlığı, birinci sözümüz isə inam, etibar mənasını verir. Cavabımız tərcüməyə əsasən D variantıdır. 1-ə B gedir. Yəni inanmaq, belief sözündən
bilirik. 2-də əl açıqlıq, səxavətlik, 2C variantı gedir. Give, share, paylaşmaq. 3-də də dəlil, sübut, proof da sübut deməkdir. Bundan bilə bilirik. 69-cu sualda are able-ın tosu yoxdur. Digər variantların hər biri qrammatik cəhətdən uyğun gəlir və adətən cümlə keçmiş zamandadır. Onun üçün are able tonu da çıxırıq və 3 variant arasında qaldıqda 2 təsdiq, 1 inkar varsa adətən 1 inkara gedirik. Cavabımız D variantı. Və 70-ci sual possessive case yiyəlik haldır. Yiyəlik haldır və zərədən sonra gələn apostrofes yiyəlik deyil. İkinci isə apostrofesdən sonra zərf gələrsə yiyəlik deyil. Bir olan variantlarımızı çıxırıq. 2-də apostrofesdən sonra isim gəlib. Bunun üçün 2 doğrudur və 4-də yanlışdır. Çünki saydan sonra S apostrof olmalıydı. Bunun üçün cavabımız 2, 3 A variantı. 70-ci suala baxırıq. Demək, very var. Adi dərəcənin göstəricisidir. Bunun üçün C variantı gedir. Çünki match müqayisənin göstəricisidir. Enough sifətdən əvvəl yox, sonra gəlməlidir. E variantı yanlışdır. A little müqayisənin göstəricisidir. Əslində müqayisə dərəcəsi olmalıdır. Və look feilindən sonra isə adətən sifət gəlir, zərf gəlməz. Cavabımız A variantı. Videonun çox uzun olmaması üçün yalnız qrammatika mövzusunun izahını verdik. Daha sonra isə mətnin tərcüməsiz və məntiqi yollarla necə yazmaq qaydasını və dinləməni necə yazmaq qaydasını növbəti videoda paylaşacağım. Hər kəsə uğurlar.